bizə xidmət edirsiniz, ağırınızı yetirirsiniz bizə. Öz əmvaqızın haqqında və səlamətinizə məxsusən üstadımızın səlaməttini bir ali salavat etsən. Çox məmnun. Təşəkkür ederim. Xub, ay Hacızadə, zəhmətli. Cəzakumullah xeyrən siz. Çox sağ olun. Bismillahirrahmanirrahim və bihi nəstəin. لا حول ولا قوة إلا بالله العلي العظيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي 17 بهمن 91 سوره مبارکه انعام آیات 132 به بعد. خب بچه انشالله بی فرم خودخ آیاتشی قبل از عید که بویل فقط بیدن از سشنبه تعطیل yazıyor. Bu sure inşallah kutular bayramdan sonra Cedi Kur'an evveline bundan qabaqçı sure ki ibarət olar Sure-i Maidədən bayramdan sonra 13 belərdən sonra Sure-i Maidəni başlarıq inşallah. Ki demək olur
بنا به اغلب روایتler شیعه و سنی آخرین سوره نازله به پیامبر اسلام سوره مائده. خب ama bugünkü dərsimiz zimni ki dərsimizi şöyle elədik, təmrin elədik. Bir dənə bir qayda ərəbi ərz elədim. Dostlar zəhmət çəkdilər, hacalar buydular ki, o mətləbi təkiddən ərz eləyəm. Bu impitirlərdə səbt olsun, zəbt olsun, ta sorular ondan istifadə olunsun. Xop, mən də itaat elədim. O qayda ki, qəblən ərz elədim, bir dəfə də təkrar eləyirəm. O qayda bir dənə sadə, amma mühüm qaydədir. Əvvələn, Quran oxuyan nə qədər qayda bilsə, o miqdar Quranı yaxçıtər başa düşər, əmiq olar. Quranın düşünmana daha şərt lazımdır, bir şərti də qəbaət bilməkdir. Nə qədər çox qəbaət bilsək, o miqdar umq mənaya بیشتر پی بردیم. اما o قاعده که مختصر درس elədim, bu mətləbdir ki, beyn muzaf və muzafın əleyh qalibən yəni nəzdik به 100%. Bir dənə hərf cərri orada müqəddərdir, müstətirdir. Əgər mütəvəccüh olsaq ki, o hərf-i cər nə cür hərf-i cərridir, tərcüm eləyəndə onu zehnimizdən geçsək, məna doğrular. Bugünkü dərsimizdə də şayət yetişəndə ərz elərəm. Təxtəsiyyatı quşada ki, dairə çəkmişəm, bəşirin xətişat uzaqdan oxunmaya, orada misal ərz elədi. Əvvələn muzafın leh, yəni mənə muzafın leh, yəni iki dənə ismi bir-birinə yapışar. Hər moqə iki dənə ismi bir-birinə yapışsa, qalibən o əvvəldəkinə deyirlər muzaf, ikincisinə deyirlər muzafın leh. Bu cəhdən yapışmaq, ya bir kəlmə hesablanır, bircə yapışır ki, xətti də təğyir tapır, ya xətti təğyir tapır, amma tərcüm eləyəndə yapışdı yazıyor. Məsələn, deyək ki, bu indi miz, bir də mədrəsə. Məsələn, indi bu mizi yapışdırıyan mədrəsəyə. Deyək ki, mizə mədrəsə. Bu cür yapışdı bir-birinə. Onu da əvvəldəki kəlməyə deyirik muzaf, ikinci kəlməyə deyirik muzafın əleyh. Məsələn, müəllim. Müəllim mədrəsə. Müəllim fizik. Ustad şimi. در مدرسه. پدر خانواده. بزرگ خاندان. Bu istilahlar, bu tərkibat bizcirdir ki, əvvəldəki nə deyirik? Muzaf, ikincisi nə deyirik? Muzafın əleyh. Bu cür tərkibat mümkündür ki, ikincisi sifət ola. Məsələn, deyirik ki, dəri bozorg. Bu fərq edir dəri mədrəsə ilə. Ammi mərduma rahmanlıq bu cürdür ki, təşxis versinlər. Bu cür ki, əvvəl kəlmənin axirinə bir kəsrə qoyuq, deyik, dəri mədrəsə, dəri bozorg. O kəsrəni götürsək, axirinə bir dənə əst qoysaq. Dəri bozorg. İndi o kəsrəni götürüyəm, axirə bir əst qoyuram. Onu dər, bozorg, əst. Məna versə, onda muzafın leh olmaz. Amma məna olmasa, düz gəlməsə, məna verməsə, muzafın lehdir. Diqqət buyurun. Dəri mədrəsə. İndi o kəsrəni götürək, axıya bir əst qoyaq. Dər, mədrəsə, əst. Məna vermədi da. Bəs onda buna deyəcək muzafın leh. بزرگ خاندان. اینو کسانی رو تویاخ بزرگ خاندان است. معنا verdi, vermədi. Bəs bu oldu. Muzafınlı. Muzafınlığın təşxisi müfəssəldir. Sadə yolu budur. Xoş. İndi Quranda misal ərz edirik. Vatboda yazmışam. Bəzona. İndi bunu tərcümə eləyik. Bəzi ma.
Aşağıda yazmışıq salatul fəcr. Namaz fəcr. Ondan aşağıda yazmışıq babul mədrəsəti. Dəri mədrəsə. Üçü də müzafın-lehdir. Xoş, bunu bildik. Amma deyir ki, bu müzafın-lehin vəsətində bir dənə hərf-i cər var. Hərf-i cər ərəbidə çoxdur, 17-si məşhurdur. Tamam kitabı ərəbidə yazarlar. Bu başdan, məsələn, bir şeiri də var. Babu, tabu, kafu, lamu, vabu, munzu, musqala, rubbəha, şafi, ən-əda, hətta ilə. Ya munatay. Məsələn, B, məsələn, min və bellah, vəllah, təllah. Bunlar hərf-i cəridir. İla, min. Bunu. İndi arz ediyor ki, bunların vəsətində bir dənə bunlardan var. Hala təvəccüh eləyin. Bəzona. Tərcüməsi uzundur. Bəzema. Diqqət eləsək, bu da bir dənə min cizlənibdir. Yəni, bəzi əzma. Yəni, bəzon minna. O da bir min var. Bu meni tərcümədə dilimizə gətirsək, tapsaq, kəşf eləsək, qəşəng olar məna. Həqiqətə yaxınlaşar o. Salatul fəcr. Namaz صبح. Diqqət eləsək, bu da salatla fəcrin arasında bir dənə hərfi fi müqəddərdir. Yəni, salatun fil fəcri. Fi hərfi cəridir. Yəni, namaz صبح, yəni namazi ki, dər, صبح xan demiş, dər tapıldı da. Babul mədrəsəti, yəni babun le mədrəsəti. Dəri mədrəsə, yəni dəri ki, bəray mədrəsəsi, lam ixtisasdır. Bəqiyə məvarətə də qalibən buzudur. Aya bu 100%dir, xeyr 100% də, vəli 99% 99% var. İndi mən bunu deyə, Ay Zeynal gəldi məndən soruşdu ki, Zurrəhməti də tap görək. Əvvəl tapanmadım, fikrim işləmədi. Zurrəhməti də, batəvəssü beyin ki, Rəbbokə Zurrəhməti. Sənin Rəbbin Zurrəhmətdir, oyda hərfici əvvəl tapanmadım. Vəli fikirlədim tapdım. Oyda da bir dənə min var. Munta o min, be mənayı bəzdəyi, mini cinsiyyədir. Mini bəyan cinsidir. Rəbbokə Zurrəhməti. Sənin Rəbbin sahibi növ be xüsusi az rəhmət. Hər rəhmət xeyr. O rəhməti ki, bizim zehnimizdə ki var, o deyil ha. Bir rəhməti bu xüsusi ha. Rəbbokə Zurrəhməti. Sənin Rəbbin sahibi min. Mini cinsiyə. Növ be xüsusi az rəhmət. Yəni ki, növ be xüsusi az rəhmət. Yəni, sənin mənim eşidəki dörbəmizə eşitdiyimiz rəhmətlərdən də ha. O bir rəhmət muxtəs ilahidir ki, o ayrı yerdən moridi olmaz. Nümunəsi yoxdur. Xoş, fikrin bu miqdar kafidir. Təsadüfən, bugünkü dərsimizin əvvəl kəlməsi ilə bizdir ki, niyazı var bir dənə qaidiyə. Əuzu billahi minəşşeytanirracim və likullin dərəcatun. Bu tənvinlərə razı barha bəhs eləmişik. İndiki tozihim o iki dənə tənvinədir. Lekullin bir də dərəcatun. İkisi də tənvindir. Amma bu tənvinlər mütəfavitdir. Hərəsinin bir mənası var. İndi baxın, mən bir cüzü, iynə utuca bu qəvaiddən xəbərim var. Ələ mən tozih verəyəm ki, məndən ayət dəyişiləcək. Qaidə ki, mən başarıyam. İndi ərz eləyən məsələlərsə budur ki, ərəbidə kitablarda yazarlar, qəvaid kitablarında yazarlar. Kol, cüz, bəz və bunlara tar kəlmənin tənvini mütəfavitdir o birisi tənvinlərdən. Təfavütə nə mənədir? İndi dərəcatunda bir dənə tənvin var. O dərəcatunun tənvinin mənası tənvini təfximidir. Neçədən adı var? Tənvini təmkin və tənvini təxfim. Əgər indi orada
و لکلن درجاتون مما عملو. اشتباه حضرت دادم. تفخیم میخواد برعکس تفخیم. تفخیم منفی. لکل bir dakika بله. تنوین درجاتون تنوین تفخیمیده. منتها مثبت yerdə تفخیم مثبت منفیده. تفخیم منفی یعنی چه تفخیم منفی؟ تفخیم مثبت منfiyə bir misal arz edeyim. Deyirik çox böyük, çox əzəmətli. İndi məsələn fərz bu bir sərvət olsa, yaxud böyük bir dağ olsa, böyük bir qoşun olsa, orada deyik ki çox mühim bir sipahıdır. Amma indi bu müsibətdə olsa, deyəcək ki çox bir böyük müsibət. Orada oldu təfximi mənfi. Böyük müsibət, böyük bir hadisə. Yəni bəsyar rəqqət var. Xoş, bu dərəcatın tənvinidir. İndi bu dərəcat əgər behiştilərin moridində olsa, təfximidir. Cəhənnəmilərin moridində olsa, təfximi mənfidir ki, be mənay dərəkatdır. Aya bu təfximin, dərəcatın tənvininin ki, mənası çox böyükdür, çox əzəmətlidir. Əgər mənfi olsa, yəni çox faciə bardır. Lekollenin tənvini də o cürdür, deyir xeyr. Lekollenin tənvininin tənvini əvəzdir. Becayı bir dənə kəlmədir. Ya becayı bir ismidir, ya becayı bir cümlədir. Lekolle, yəni lekollehem. O tənvini götürəcək, yenə bir dənə hom qoyacaq. O hom da məzrur kəlməyə yetişəndə oxunar hem. Yəni lekollen musaviyə le bəlavəyə kol bəlavəyə hom. İndi o homla mənzur nə mənədir? Yəni cinn o ins. Ya mümin o kafir. Bəs bu da bu tənvin be mənayı cinn o insidir. Ya mümin o kafirdir. Xoş, görün bu müxtəsər qaidəni bilmək nə qədər mənada təsir qoyur. Xoş, tərcümə eləyək qayəni. Əuzu billahi minəşşeytanirracim və likullin dərəcatun mimma əmelu. برای هر تک bu مواردی که صفحه قبل در سایردوخ یعنی جن و انس ظالم مظلوم بهشتی و جهنمی تک جهنمیان بهشتیان کلا bu دستزاتی که صفحه قبل در توضیح verdik onların مما عملو به خاطر عمل کردیləri dərəcati var ha. Əgər behiştidirlər behişdə dərəcət daha mütəfavitdir. Əgər cəhənnəmidirlər, cəhənnəmdə dərəkat daha mütəfavitdir. Hamı yeksandır. Xoş. Və ma rabbukə. İndi Rabb muzafdır. Kə muzafın əleyhdir. Yəni və ma rabbun ləkə. Burada lə var. Və sənin Rabbün, sənin sahib ixtiyarun, ya bina به ترجمه معروف sənin pərverdigarun İndi bax, qaidə ilə tərcümə edirəm. Burada baya zaiddir, به معنی əsla və əbədadır, به معنی هرگزdir. هرگز غافل ما به معنی لیسədir. لیسە غافلən. ما yəni لیسە غافلin də musavi غافلən. O bedə به معنی əsla və əbəda. هرگز sənin Rabbin, sənin sahib ixtiyarun, ey insan, ey Resulullah, هرگز غافل deyil. به اندازه نوک سوزن ده غفلت ده نمندن اما یعملونه از عمل کرده مردم. Sizlər bu cür yaşayıbsınız. O zatdan ki mərdum əməl edirlər. Bu tərcümə zəifdir. O ma o da tipki qəvaid hərfi məstərdir. Vaxtı hərfi məstərdir, məna dəyişilər. Bir var deyək ki, o zatdan ki əməl edirlər. Bir də var ki, mərdumun əməl kərdindən.
خب nə fərqi var? Fərqi çoxdur. Mərdumun əməl kərdindən sənin Rəbbün əbəda qafil deyil. Bir nəfər mümkün deyil, ikisi də bir olar. Nəxi? Selamun aleyküm. İkincisi hünərməndanədir, hünəridir. Be istilah imruzi ikincisi bakılasdır. Xub kimin mütəvəssi olacaq ikincisi bakılasdır? O zaman o adam ki, burada qaidiyə mütəvəssihdir, hünərə mütəvəssihdir. Bu elmin zəminəhay hünərisi ki, ibarət ola bir dərsi var, bir nam fəsahət və bəlağət, o dərsidən mütəvəssi olsun, o dərsdən baş çıxarsa və bunu ərz edeyim ki, bunlar hamısı nişanəhay ecaz-ı Qurandır. Ərəblər ki, cəzb oluydular Qurana, neçə amil bais olur ki, olan cəzbinə, Quranın cəzzabiyyətinə, bir də bu cəmbəhay hünərini müraət eləməkdir. Bu çox mühümdir ki, mütəəssifanə, əqləb müsəlmanlar qafildilər. Əqləb müsəlmanlar bisəvaddılar dünyada. Əqləb müsəlmanlar ki, basəvaddılar, Quran bilməzlər. Əqləb Quran bilənlər məna bilməzlər. Əqləb bu məna bilənlər bu cür zəraifə təvəccühlər olmaz. Yəni, indi kulli Kore zəmində Quran bilənlər ki, bu cür zəraifə təvəccühlər yığsan bir teydad ənguşlarını dəst olmaz. Və bu cayı təəssüfdür. Boş ay xərratiyan deyək ki, həmişə deyək ki, xub, nə olsun? Müsəlmanlar bir savaddılar. Və baxan da haqq veriyəm ona. Bu bir savadiyə neçbət vardır ki, adam bu zəraifdən bir xəbər ola və bu kitabın əzəmətinə peyapara bilməyə. Bu zəraifi bir nəfər mütəvəccüh olsa bilə Quran mucizədir, yəni. Mucizədir və mucizəliyini təşxis verər. Yəni, bir nəfər bu zəraifə mütəvəccüh olsa, bu zəraifə mütəvəccüh olmaq bənzər buna ki, Həzrəti Musa əsasını atıb əjdaha olub. Necə o əsanın əjdaha olmaqlığını görürlər, bu zəraifə bir nəfər mütəvəccüh olsa ondan balatərdir. Yəni, vaqən bilir ki, bu sadə kələmat, eşidət kələmat, bu lüğət kitablarındakı kələmat, qəvaət kitablarındakı kələmatı, bunlar ki, töküblər, burada bunların şəkli dəyişilir. Bunlar zindədirlər, həyatı var. Burada bunlar mesela əntiqə şəklidə və surəti mucizə alsa özlərini göstərir. Ona görə Ay Hacızadə bir kitab alıb, Ay Murtezapurdakı 300 ildə o kitab alamayacaq. Çünki o kitab 40 min tümən, indi olub 200 min tümən. Be namı Kəşşaf Zəməxşəri. O Kəşşaf Zəməxşəri yeki az buzurgtərin odəbay ruzigardır ki, əslən bəşəriyyət özünə görüb, Quranı bu didgahdan varid olub təfsir eləyib. Cəmbəhay hünəri Quranı mərif eləyib. Kitabın əvvəlində yazıb ki, hər kim bu elmi bilməsə, bu elmi hünərini Quranın heç yekdahımı başa düşəməz və vaqiyyətdə olsaydı. Və o elmi bilənlərdən biri ki, demək olar ki, sərdəstədir, şəxs əvvəldir. Şah-ı alimlərdir Həzrət Əli ibn Əbi Talib əleyhissalam ki, Nəhs-ü Bəlağəni o əsas üstə buyurub. Nəhs-ü Bəlağa bilirsiniz, yəni Nəhs-ü Bəlağada bu hünər oğuca yetişibdir. Hünər zibایی, ziba گفتن بیزی ki tamamı qəvaidi burada bino ilə nişan verib. İmkanı yoxdur. Bu cihaz eləyim sizə. Bələn ki, burada başladım, əzirləmiş olum da. Siz hər nə ki bazarda var. Məsələn, fərş. Cürə və cürə fərş var. Cürə və cürə tablo var. Xibrə bilər ki, bu fərşdə hünər işlənmir, ya işlənmir. Bir silsilə fərşlər var ki, orada hünər səthi nazildədir. Yasa hünər yoxdur. Burada neçə nəfər xibrə varımızda, bu cələsədəkində əyləşiblər, ustad-ı fərşdələr. Ayrı bir vəsaildə bazarda nəzərdə tutun. Dürbinlər var, nə bilirəm, maşınlar var, ev vəsaili, hər nəminə ki var, onlar neçə cürədir. Bir dəsi hünərməndanə düzəlinib. Məsələn, nəməhdən. İndi bir nəməhdən var, bazarda, bu bazarda ki, bu təvərrüm bilməyəm, 1300 dərəcə ceb üstə, bu indi 5 tümənə də nəməhdən almaq olar. Mən mütmənəm almaq olar. İndi bu bazarda bir də məsələn,
İnanırsınız ki 500.000 tümənə də nəməkdən var. Baver edin, var. Utanıyorum deyəm 1 milyona da nəməkdən var. Mən indi burada bazarda bir dənə nəməkdən görmüşəm ki, acı fildən onu düzəldiblər. Soruşdum, geçən il Şəşiranda, dedi ki, geçən il. Deyir ki, 700.000 tümən almışam. Nəməkdən. Demək, neynəyəcək? Bu mənə duz tövməyəcək. Ya, sən nə bilirsən? Bunun özü müştəsən. Yaxşı. Diqqət buyurun, nəməkdanın da hünərməndanəsi var, qeyri-hünərisi var. Hər zad iki aləmdə var, neçə cürədir? Bir qismətində hünər var, bir qismətində hünər yoxdur. İndi kapşən ki giymişik, bluz ki giymişik, eynək ki yox. Çox adam diyor, nə fərq edir? Danışıqlar ki var, zərafətləri ki var, xanedarlıq ki var, Quran oxumaq ki var. Hamımız Quran oxuyuq da. Siz diqqət edirsiniz, bəzimiz burada hünərməndanə Quran oxurlar. Təfavüt var Qurandan, Quran oxumaqla, Quran oxumaq, tərcümə eləməklə tərcüməsi. Bunu bildik. Mətnilər də o cürdür. Mətni bihünər, mətni bahünər. Mətni kəmtər. Bu Quran bir kitabdır ki, hər kəs bu elmi oxusa, bir dənə elə bir ki, öz gözünə bir xassı bir zərrəbin vurdu, baxı gör ki, tamamən hünərməndanədir. Bir moredi yoxdur, tapılmıyor. Ki bu Quranda bir cümlə deyilə, o cümlədə əsla və vəhəbdə hünər işlənməyə. Və bu hünər bais olur ki, ərəblər bunu ayrıca görsünlər. Biz indi bunu ayrıca görüyoruz, ərəblər, məxsusən ərəbhay səhranişi, məxsusən ərəbhay zamanı Peyğəmbər İslam, olan gözündə bu ayrıcıdır, mucizədir. Yəni, hər cümlədə dəhha hünər. Elə başla bax, Bismillahirrahmanirrahim, dəhha hünər var. Xob, mən bura eləyə biləm deyə, bir miqdar mən başarıyam. Amma desəm, dostlarımız, məsələn, bunların dərsini oxumayıblar, mədəsəsini görməyiblər, danışıqlarda oxumayıblar, biz özümüzü oxumuşuq. Bunlar oxusalar, onu da bilərlər. Məsələn, Bismillahirrahmanirrahimdə, hünərlərdən, məsələn, bir ikisini işarə eləyim ki, zehnimdədir. Əz cümlə hünərlər ki, Bismillahirrahmanirrahimdə var, bir budur ki, burada qəsr var. Hünər-i qəsr nə mənədir? Müfəssəl bir bəhsidir. Hünər-i həsv var. Hünər-i həsv nə mənədir? Müfəssəl bəhsidir. Hünər-i bəraət istihlal var. O, bəraət istihlal ya nə mənə? Heç olmasa mən bu bəraət istihlalı dimağa gərək 3 cələsə 3 saat dərs deyəm, ta müşəxəs olacaq. Bəraət istihlal ya nə mənə? Bismillah'da dəhha hünər Bismillahirrahmanirrahimdə var. Elhamdülillahi Rabbil alemin. Dəhha hünər elhamdülillah'da gizlər. Hünər ha. Hünəri fövqəladə. Hünər, məmuli hünər yox ha. Yəni, məsələn, fərşi bir nəzərdə tutun. İranda neçədən dərəcək hünərmənd var, fərş bafəndə var. Məsələn, fərşçiyan, kim, o dərəcəklər. Hər elmində bir hünərməndlər var. Onlar bu dərəcəyindən ha. Ki, bizcür ki, hünərməndlər baxıb, mat-ı məbhud qalır. Nümayişgahlarda ağızda açıq qalır. O cür hünərlər gizlənib bu Quranda. Kaş bir o gün ola, bizim dostlarımız, Qurana gələn dostlarımız, Quranın əlaqəməndilər bu hünərlərin bir quşəsindən ittila tapalar və görə bu kitab nə əzibə bir kitab. Xob. Və likullin dərəcatun mimma əmilu zalim və məzlumun ki, qəblən bəhs elədik, cinn və insin bir-birin toğlayanların tıpqı əməli kərdiləri ahirətdə dərəcatları var. Hamısı bir dərəcədə olmayacaqlar. Və ma rabbukə bi qafilin əmma yə'məlun və sənin Rəbbün, ey insan, hərgiz bu məsaildən, bu əməl kərdilərdən qafil deyil. Və rabbukəl qəniyyü zurrəhməti. Xob. Və sənin Rəbbin ki, danlı cəmaəti, bu danlamaq, bu huşdar vermək, naşiyəz
به اصطلاح حسادت، ناشی از غفلت، ناشی از جهالت، ناشی از نیاز ها. Sənin Rəbbinin danlamağının amili ki, nə amili bais olub ki, gələ bu zalimi, məzlumu danlaya, mərdumı bu cür xoşdar verə, bir də amili mühim bir bais olub. O amili rəhmətdir. Sənin Rəbbin əgər Rəhman Rəhim olmasaydı, rəhmət irfanda be mənay eşqidir. Sənin Rəbbin mərduma aşıqdır ha. Bu cəlladlara aşıqdır ha. Bu fironlara aşıqdır ha. Bu zalimlərə, bu cinnu insi ki, kulahbərdələrə aşıqdır ha. Ki, istəmi bula getsinlər cəhənnəmə ha. Eşq-i ilahi mucibi xilqət olub. Bura eşq-i ilahi xəlq eləyib. İstəyir ki, bura getsinlər behişdə. Amma bunlar mütəəssifanə cəhənnəmi olurlar. Çünki Allah vəl ki, bunlar zalimdirlər, bunlara əlaqəməndir ki, bəlkə inşallah bunlar getməyərlər cəhənnəmə. Amma mütəəssifanə cəhənnəmi olurlar. Rəhmət baisi olur ki, Allah bunları danlasın. Allah fironlara da aşıqdır, bəli. Allah tamamı məxluqatına aşıqdır. Munta, o firon ki, gedir cəhənnəmə, Allah ona aparmaya cəhənnəmə. Firon özü cəhənnəmə gedir. Allah müqərrəratı qoyub, qanunu qoyub, yol təyin edib, deyib, o yolda var, bu yolda var, o yola getməyin və gedirlər. Və Allah narahatdir ki, niyə bu fironlar cəhənnəmdə yanır, niyə Səddam cəhənnəmdə yanır? Çünki deyib, mən bunlar behişdən ötüyü xəlq eləmişdir. Xeyr. İndi sənin bir Rəbbin ki, bu qədər aşıqı məxluqa gün, Allah fironlara aşıq olanda, gün Allah ənbiyaya nəzir aşıqdır. Allah Əli ibn Əbi Talib əleyhissalam nəzir aşıqdır. Allah möminlərə nəzir aşıqdır. Allah firiştələrə nəzir aşıqdır. Sənin Rəbbin in yaşa yuzhibkum. Əgər istəsə, hər ləhzə bunlar məhvilər, nabudilər, aradan apayaq ha. Əgər istəsə sizi yuzhibkum, sizi məhv elər, ayadan aparar, zəhəbə gedib bab ifala və mənə az beyin burdəndir. Və yəstəxlif min bədikum, sizdən sonra canişin elər, ma, bu ma yəni insanlar, insanlar ki yaşa o, istəsə, kəma ənşəkum, həmçinin ki ya nəzirə, bu mətləb ki, ənşəkum sizi xəlq elədi, inşa elədi, min zurriyyəti qovmin axərin, min zurriyyəti qovmin axərin, ayrı qovmun oğladından, nəvəsindən, nəslindən. Necə ayrı qovmları aparıb, onların nəslindən sizi bizi tutacaqıyıb, göz Allaha nə qədər rahətdir. Bir qanun qoyub ki, mərdum tolidimiz verirlər, qabaqçılar məhv olublar, gediblər, zahirən məhv olublar, indi sizlər gəlibsiniz olan yerinə. İndi cinə də sizdə əgər bu doğu götürəsiniz, təxəllüf eləyəsiniz, Allaha bizzat da hər ləhsə eləyə bilərsiniz, aparsın. Amma cinə rəhmət ilahi bais olur ki, bilafasa sizi məhv eləməsin, sizi aradan aparmasın, sizə fürsət verib, bəlkə tövbə eləyəsiniz, bəlkə adam olasınız, İnşallah duçarı o həvadis olmayasınız, inşallah behişdə olasınız. Amma biləxərə Allah cinə qanun qoyub ha. Axirül əmr, əgər siz Allahın sözünə, Allahın bu rəhmətindən istifadə eləyəməyəsiniz, Allahın bu verdiyi fürsətlərdən istifadə eləyəməyəsiniz, müşkilat yaranacaq. O müşkil nə mərədir? Siz cəhənnəmi olacaqsınız. İnnə خب اون ما راجع به فکر من بعدکم ما غالبا عربده یعنی چیزی که neçə növ ma var ərəbdə? بیش از 10 növ ma var. خب bu 10 növün biri çizikədir, ismi mövsuldur. İsmi mövsul yəni çizikə. Ərəbdə indi bir mədrəsədə biz dərs versək uşaqlara, bu deyərik. Deyərik neçə dənə ismi mövsul var? Bir madır, bir məndir. Əlləzi, əlləti, bunlar ismi mövsuldur. Ma,
در اشیا به کار می رود، من در انسان ها به کار می رود. من یعنی کسانی که، ما یعنی چیزهایی که. اما قرآن دا همیشه بودیده، یعنی قرآن فوق قواعد ده، فوق قاعده ده. یعنی قواعد بعد از قرآن کشف olubdu، استخراج olubdu. قبل از قرآن قوانین مدون، گرامری به نام گرامر صرف و نحو yox idi. خب قرآن دا ما هم به غالبا به معنای چیزی که، چیزهایی که، اما قرآن دا گاهی ما به معنای انسانهایی که و گاهی نیچه ما به معنای خدایی که. Bu Quranda hem Allah'ın mordunda ma işlenip, hem insanların mordunda. İndi bu ayədə insanların mordunda. İndi bu aşağıda qabaq səfədəki neçə dəfə ittifaq düşdü. Nə qədər ma be mənaya çizhayı ki gələcək. Xoş. Və yəstəxlif min ba'dekum ma, canişin elər sizdən sonra ma insanahayı ra, o da cəmdir. Yaşa Allah istəsə. Kəma, bu ma o birisi mana mütəfavitdir. Ənşəkum min zürriyyətikum axir. İnnə ma, indi bu ma yəni çizi ki, mənzur az çizi ki, əzabi ki. Dərsə üstəki ma yəni insanhayı ki. İnnə ma tu'ədunə lə atin. İnnəni mütməinnən, qətən. Ağlar mənaları dəyişin, təğyib verin. Da bedrosti که دمیاد این نه مطمئنن ما o وعده های عذابی که توعدونه size vədə verilib, siz vədə verilinirsiniz. Lə, yenə də hətmən. Bu lənə, innə mənası bidir. Munta bu cümlədə iki dənə hərfi tərkib edin, qəsəm. And içirəm ki, aten musaviyə əl-ati. Ati yəni ayəndə. Aten yəni hətmən gələn, yəni qətidir. O vədəhay əzab qətidir ha. O yerində. Səy eləyin o şəraiti ki, o şərait ehraz olsa vədəhay əzab qəti olacaq. O şəraiti ehraz eləməyin. Məsələn, deyirik ki, idarədə ələşin, işlərinizi görün, amma bir şəraiti xasıda sizə caizə verəcəyik. Bir şəraiti xasıda da idarədən salacaq eşiyə ha. Xoş, orada yazıblar ki, bir nəfər karmənd idarə əgər filan işi görsə, filan işi görsə, ona təzəkkür versə, dubara filan işi görsə, filan işi görsə, bunlar ixrac olacaq. Amma əgər o məvaridə yetişsən, bu ixrac qətidir ha. Bu ona taydır. Əzab qətidir ha. Amma nə zaman? Vəqti ki, o şərait tapıla, səylin, o şəraiti tolid eləməyin, ehraz eləməyin. Ehraz eləsəz, qətir gələcək. Xoş, indi gəlsən olacaq və ma əntum. Cinə ma şəbih beləyisədir. Orada da B var. B mucizinə, üstəkinə taydır. Ma rəbbukə be qafilinə taydır. B mucizinə, ma B, yəni hərgiz. و ما انتم به موزینه و شماها هرگز عاجز کنندگان خدا نخواهید بود. eləyənməzsən. Və gəldi qutuldu. Qal, ya Resulallah, mərduma dinə, ya qovmi, ey mənim qovmum. Bu cür mehribanlıqla dinə. Bu quldurbaşlara, bu zalimlərə, bu kəsiftərin insanlara yaman demə. Demə, ey kəsiftərin insanlar, ey zalimlər, bu cür deməcinə. Deyirə, ey mənim əzizlərim, ey mənim qovmum. Cəllatlara deyha, ziddi Quranlara deyha. Ey mənim gözümün ışıqları, ey mənim qovmum. Ey məlu, eyb yox. Sözümüzə baxmısınız, neynə?
Eməlu, bildiyinizi vurun qəlbə. Bu da eməlu mənası budur. Əməl eləyin, yəni dalçı cümlələrdir ha. Eməlu əla məkanətikum, yəni əlinizdən gələn əsicəmi. Nə mənə başlarsınız? Məkanət yəni mövqeyyət, imkanat. Bər əsas imkanat, mövqeyyət, gücüz nə mənə çatı, ona ancam verin. Da neyniyyətə? Mən, biləxərə mənim sözümə baxmadınız. Nə mənə əlinizdən gəlir? Ancam verin, siz müxalifətinizdə olun, inni amilun. Mən də öz işimdəyəm. Siz öz işinizdə olun, mən də öz işimdəyəm. Mən təbliğimdəyəm. Mən şəriət-i ilahini təbliğ edirəm, mən də amiləm, siz də əməl eləyin. Eybi də yox, heç eybi də yox. Fəsofə tələmunə. Məfulun beh düşübdir, təhdiddir. Ayəndə də mütməindən biləcəksiniz ki, tuyu parantez, gəziyə nə qərardandır? Kim düzdüdür, kim qələtlidir, kim müvəffəqdir, kim bərəndədir? Səo-sofə, mədrəsədə deyərlər, huruf-i təsvif, fe'l-i muzarəni müstəqbələ təbdilirlər. Amma o elmi ki, ərz eləyəm ha, adı elmi bəlağətdir. Hey deyirəm, sizi təşviq edirəm, bəlkə bir yol tapası onun tərəfinə, orada yazarlar ki, az əvamil təkiddir. Az əvamil təkidi در جمله ده ها مورد bir də səo-sofədir, huruf istiqbaldır. Yəni bu da belə indi məsələn bizim dostlarımız bizim mənirlər bax. Xoş, tez olar ya ayəndə biləcəksiniz. Nə xeyr? Bu da qətlən deyəcək. 100%. Bu da sofənin mənası 100%-dir. 100% siz biləcəksiniz. Tuy parantez. Nə mənə məfulun bətşibdir. Bu nəticəyi əmaluzu və bu ki kim müvəffəqdir, kim məğlubdur. Mən təkun biləcəksiniz, bir də bu mətalibə. Mən dedim ki, aya qutulubdur. İştibah dedim ki, məfulun beh düşüb. Nə xeyr, məfulun beh dalda gəlib. Siz biləcəksiniz ki, mən təkunu ləhu aqibətüddari. Siz biləcəksiniz ki, aqibətüddar istilahdır bu da. Yəni, müvəffəq kimdir? Behişti kimdir? Aqibətüddar muzaf-muzafın lehdir. Bunların içində vəsatında bir dənə hərfi cərri müstətidir. Fikirliyə tabaq ki, o nə mənədir? Siz mütməindən biləcəksiniz ki, mən o kimdir ki, təkunu ləhu muxtəssi odur. Ləhu yəni muxtəs. Aqibətun minəddar ya feddar. Dardan mənzur behişt. Aqibəti در behişt. خب انه həqiqət qəziyə budur ki, la yuflihu zalimuna. Zalimlər nəcat tapmazlar, zalimlər rəstəqar olmazlar. Heyf olsun ki, siz zülmüdə dayanırsınız. İstəmirsiniz ki, zülmü özünüzdən uzaqladasınız, tövbə eləyəsiniz. Xoş, buracan müqəddəmə idi. Buradan bu yana əcibə bir ayat gəlir ki, bəyancərə bizim vəziyyətimizdir də. Bunda xub, mən iş yarım saat olmayıb dərsimizi başlamışam. Çün əzan gəlir bu tərəfə, icazə verəcəksiniz, bir 10 dəqiqədə söhbət eləyək. Bu aya, bu 2 dənə ayə ki, gələn həftədə bulanın dönbaləsindədir. Mərbuddur o xurafat rایج در جامعه جاهلی عصر پیامبر و در جامعه جاهلی فعلی. O cahili camiənin adı Quranda cahiliyyət-i uladır. Cahiliyyət nəxustin. Cahiliyyət nəxustində mərdumu cahil saxlardılar. Bir silsilə bezahir alimlər. Bir silsilə bezahir alimlər ki, dərəcə əvvəldə uləmayı munhərif idi, botxanələrin, botkədələrin, xurafi dinlərin alimləri idilər, sərdəstələr idilər ki, mərdumu istismar elədilər din yolu ilə, kələ ilə, xurafat ilə
İndi də beləncə bir vəziyyət dünyada tapılır, həmişə var. İndiki nə deyirlər? Cahiliyyət-i uxra, cahiliyyət-i dovam. Bu əsr infizar ittilaatda, əsr danışgahlarda ki, gənə dünyada botxanələr var, botkədələr var. O botkədələrin məsulları var, alimləri var, cəmaati sərkis edirlər. Şərqi aləmdən tutaq, qərb aləməcən, dünyanın hər yerində. Çünki Hindistanda nə ittifaqa düşür, Afrikada nə ittifaqa düşür, Keşvərhay Ərəbdə nə ittifaqa düşür, dünyada nə ittifaqa düşür. Nə üzü sərkis edirlər? Diqqət buyurun. Və cəəlu, o cəlun o vavı, yəni məsulini botxanələr Ərəbistanda onlar təyin eləmişdilər. Dəstur vermişdilər ki, mərduma bəxşinamə eləmişlər, camiədə təbliğ eləmişlər. Ey mərdum, bilin ha, sizin darayızda biz bozorganın, biz rəs-rüəsanın, biz alimlərin səhmimiz var. Cəlu, qanun geçmişdilər botxanənin böhləri. Lillahi, Allaha bir səhmi təyin eləmişlər. Mimma zərə, o zatdan ki, Allah xəlq eləmişdi, minəl hərsi, çeşdidən. Mərdum çeşdi zər eləyidilər, buğda tolid eləyidilər, üzüm tolid eləyidilər. Mərdum məhsulat şah, deyilər ki, ağa, vəxsi tolidlər, hamısında ki, Allahın bir də səhmə var. Bir miqdarını ayıracaqsınız. Vəl-ən'ami, sizin bu heyvanatınızda qoyun quzu ki tolid eləyibsiz, orada Allahın səhmi var. Nəsibə, nəsibi. Nüşicanlığına yenməsiz, ərbabların burada səhmi var. Ərbab gərək, o ərbab, mən özüm görmüşəm. Mənim öz ağam, ağam 7 qardaş idi, 8 qardaş idilər. Bir böyük məntəqənin imkanat bulan əlində idi, amma ərbablıqdır. Mən kiçiydim, gördüm ki, buğdanı tolid ediblər, bir böyük bir nəfər gəlir idi, mübaşir deyidilər. Onu bu cür möhürlü idi. Deyilər ki, ərbabın, indi məhsulu gələcək, oradan səhmin götürəcək, ərbab götürəcək, ondan sonra götürəcək. Xoş. Və əcayib bir ruzuqardandır ki, indi o ərbab-ı rəiyyəti bizim məmləkətdə götürülüydü. Kim nə bulanla müxalifət eləydi? Əcibə bir məsail var, adam bir tarixə müraciə eləyər. Kim nə burada istifadəsidir? Kimin cibinədəcək? Kim şərikdirlər? Bu ərbablarla kimlər bir həmkası idilər poçta pərdədə? Kimlər müxalifət eləyidilər? Mütəəssifana böyük alimlər. O ərbabı şahlar minlər zülm eləyiblər yerində. Amma indi bu zalim gəlib bir də nə bir düzüş görəndə kimlər müxalifət eləyiblər tarixdə? Ki, deyiblər, yox, bu bərdələr bərdə qalsın. Hala işim yox. İndi burada baxın. Cəəlu lillahi, bu botxanələrin böyhləri qərar verdilər. Səhmi bəray Allah. Xub adam deyir, yaxşı da pis iş görməyiblər ki, Allaha səhmi çıxıblar da. Dalda müntəzir onca nə ittifaq düşəcək? Əcibə bir məsaildir. Mən ki, əzəydim, Suriyə Ən'am. Əcibə bir surədir. Fəvqəl-adə surədir. Bu cür məsailə görə. Diqqət buyurun. Mimma zərəə minəl hərsi. O zadı ki, Allah özü xəlq eləyib. Zərəə yəni xələqə. Allah ki, çeşdidən məhsulat şavərzi ki, xəlq eləyib. Vəl-ən'ami, Allah ki, bu məhsulatı damini tolid eləyib, əsl amildir. Bunlar gəlidilər, Allaha bir səhmi təyin eləyidilər. Fəqalu, deyidilər, haza lillahi. Bu Allahın səhmidir. Xoş, bu Allahın səhmidir.
Dalda deyəcək, ha, yəni o bizə yetişəcək. Bax, qədəş, bu Allahın səhmidir, bunu verir Allaha da. Sən niyə çıxsan? Deyir, bu Allahın işidir. Bu da deyək, mən canişin Allaha. Gətir elələşi var. خب به زعمهم بر اساس خیالات باطلləri pendar idi. Amma cəmaəti istisma eləmişlər. Cəmaəti cəhalətdə saxlamışlar. Qoymadılar cəmaət sual eləsin. Qoymadı cəmaət bu cür məsələlər azı fikir eləsin. Və hazal şurakaina sonra dedilər ki, خب bir miqdarda bu səhmidən şurakanınkidir. Cəmaətin məhsulundan 2 dənə ərbab paya götürdülər. Deyirlər, bu Allahın, bu da şərihlərinki. Mənzura şərihlə ərbablarınki. Yəni, həm az axır mixordan, həm az kiysə. Mənzura şurakay kimlərdir? Yəni, botlar. Qur'anda botlara şərih deyibdir. Niyə üçün mərdum onları Allaha şərik qərar verirlər? Xob, ey zəhmət çeşan aləm, siz ki tolid eləyibsiz, bu tolidatınızdan 2 səhm götürəcəyik. Bir səhm Allahınkidir, bir səhmi də botlarınkidir. Yəni, botxanədə işləyənlərinkidir, botxanənin rəsul-əsanınkidir. Botxanəni idarə eləyənlərinkidir. Orada müdiri var, mavini var, müəssədir, sazmandır, təşkilatı var. Onlarınkidir, işləyənlərinkidir. Xob, indi təzədən فَمَا كَانَ لِشُرَكَائِهِمْ Xob, hala bunu bir də saxlayaq. Deyirlər ki, 2 səhm götdük. İndi məlum da o 2 səhm nə qədər ola, ha? Ki, aya məsələn 90%-dən götürürlər, 10% qalıydı. Da Quran bu da üstünə açın. Sizin zamanlarda fərq edib də. Qalıb olan insafına, zoruna. Mən dostlarımızla keçən həftə yoldaşlarımızın ikisinə bu məsələdə bu ittifaq ərz elədim. Ərz elədim ki, günlərin bir gündə bu mədrəsədə, elə aşağıda, mən bu mədrəsədə dərs demişəm, buradan banşası olmuşam. Neçə ilə axiri xidmətə mən gəlmişəm bu. Saat-ı təfrihdə, məmulən bu mədarisdə, ağalar bir kəs, məmulən subhanə yeməyəm, bir subhanə yəkifindən bir bəllə çıxardar, sandviç çıxardar, nanopərin yiyəsin. Mən özüm şahid edim. Bir gün burada dəbirlərin biri, bir əl burada, bu miqdar. Bu yekəqdə səncəyə var idi, ona bir pəniyi vardı, 2 dənə də xurması vardı. Onu qoymuş deyilsin. Yoldaşına tarif elədi. Bu bitçə. Deyir, yoxdur. Bu ki, bu miqdar idi. Deyir, yoxdur. Əlatı bitçədə. Bitçə ötəndə bu miqdarın götdü, bu miqdar qaldı. O ki, subhanə sahabı gördü ki, bu çox gedir. Deyir, saxla. Deyir, yoxdur. Ya özün tarif elədin də. Deyir, yox, mən bir söz deməyəm ki. Cavab, bunun hamısı sənin, ondan bitçə ver mənə. Bu cür ki, sən həml elədin, bu sörək bu yekəqdadır. Bunu bitçəsin, yəni 75%-dən götdü. Bu da bitçə deyib. O beçərə bir zat qalmadı, deyir ki, hamısını verim sənə, sən ondan bitçə ver mənə. İndi buradakı səhmi götürdülər, məlum deyil, bu səhm nə miqdardır? Ay, 90%-dən götürür, 80%-dən götürür, Quran üstünü aşmayıb. Niyə aşmayıb? Bərayınci fərq edir də zamanlarda. Xülasə, bu məhsul mərdumdan 2 səhm götürdülər. Bir səhm malullah, bir səhm mal-i botlar. Botpərəstlər Allaha mütəq edirlər. İndi toyu parantez, malullahı necə xərcl edirlər? Tarixdə yazıblar ki, malullahı deyirlər ki, bu fəqir füqəra gəlir. Biz o fəqir füqəranı çağırıyoruz bu botxanədə, onlara iftar veriyoruz. Deyir ki, bir dənə iftar ye, onlara bir qonaqlıq veriyoruz, orada onlara xərcləyirik ki, o bahanəyi də orada kəssinlər. Yəni bu cür, ha? Malullahı botxanədə deyirlər, biz ehsan eləyəcək. Musafir var, Əzrahmanda var, biləxərə Cəncidə, məsələn, bir xanımən olan var, onlar gətirib botxanədə nə yox, onlara yetişiyor.
Nəqo ki, bəzi bu eşidə ha, İranda tapılmaz. Avropada da cahda məsələn yerdə istilər iftar verərlər. Orada görürsən ki, o iftardan məsələn bir 20 milyon tümən iftardır. Orada 1 milyon iftar olub. 19 milyonu bəlli əti olubdu. Orada da elə bir bu işlər olurmuş. Hala diqqət eləyin. Deyir ki, ağa, indi bu səhmi götürdük. Bir səhm Allah yolunda. Bir səhm də botların yolunda. Bir səhm botlarındır ki, mənzur botlardan böyüklərinkidir ki, botxanada işlirlər. Bu da Dərrahman dələnkidir, biçarələnkidir. Yaxşı. Sonra buyurur ki, فَمَا كَانَ لِشُرَكَائِهِمْ makane o səhmi ki botlara ayırmışdılar fəla yəsilu iləlləhi ondan bir dana da bir damcı da o birisi səhmi atma artımazdılar. Amma bərəş və ma kanə lillahi amma o səhmi ki götürmüşlər Allaha Dərrahman dələrə İbn-i Səbillərə bədbəxt olanlara fəhvə yəsilu ilə şurakaim ondan bu kərdən kuluflara yetişərdi. Gör nəsib bölürlər ha. O səhmi çağırmışlar. O Allah'a ondan da bir miqdar gəlirdi bu tərəfə. Sa'ma yəhkumun. Gör nə pis qəzavət edirlər, nə pis hökm edirlər, nə pis hökumətlər var imiş. Nə pis bərxurdular var imiş cavamidə. Gör Peyğəmbəristəm hansı camiədə gəlib peyğəmbərlik eləyə. Gör kimləri istiyadam eləyə. Gör ayat cəvami ilə tətbiq edir, Quran mucizədir ya mucizədəyi. Həmişə Quran diridir, tazadır. Mütəəssifanə, Quran در واقع bir kitab siyasidir. Quran bir kitab ضد ظلمdır. Quran bir kitab bəşəridir برای نجات بشر بیچاره مستضعف ki mütəəssifanə öz kotahlığına səndə olur zalim. Və kəzalikə zəyyənə likəsirin minəl müşrikinə qətlə ovladihim. Hələ bu ərbablar, bu aliman botxanələr əl çəkmirdilər ki, bunların fəqət malını almırdılar ki, bunların canını da alırdılar. Nə edirlər? Bunlara deyirlər ki, siz istəyirsiniz Allaha yaxınlaşasınız. Gərək bu botdan qabağında ovladlarınızı qurban eləyəsiniz. Xoş, indi bu zahiri qəziyyədir. Diqqət eləyin. Xahiş eləyəm, saat 12-də 30 deyəcəm ha. Bir 12-də gedəcəksiniz. Bir diqqətin eləşin. Ala deyir ki, kəzalikə zoyinə. Kəzalikə zoyinə yəni bətərdən. Çox əcibə. Şurəkauhum. Bunların botları. Yəni bunların eşqi be botlara. Yəni bunların o alimləri. Bunların zehnində zəyyənə təzyin eləmişdilər. Gözəlləndirmişdilər. Zəyyənə feil. Faili şurakadır. Bir sət soradır. Şurakanın nəqşiləmə nədir? Faildir bəray zəyyənə. Bu məcazdır. Nə qədər bu da sənət ədəbi işlənib. Botlar bəzəmişdi, müzəyyən eləmişdi. Məyər bot müzəyyən elər? Yəni, o bozorgani ki, mورد پرستشگرlər tapıydılar. O bozorgani ki, mərdum oladan itaat eləyidilər, o bozorgan olub nə mənə? Bot. Bozorgan. Bozorgan bunların zehnində kəzalikə mənası vaqəndir. Vaqən təzyin eləmişdilər bu mətləbi. Gözəlləndirmişlər. Demişlər, bu gözəl işdir. Nə mənə? Qətlə ovladihim ki, ovladınızı öldürüm. Xoş, indi siz deyəcəksiniz, bunun nə mənfəəti var idi? Fikrinizi gəlməyəcək ki, mən də fikrimə gəlməyim. İnanırsınız ki, 20 il mütaliə eləmişəm, məzəb tapmışam. Ərz eləyin. Botpərəstlər, rəis-rəisa cəmaata təlqin edirlər ki, hər kəs sizdən vaqi mömindir, botlara gərək bir nəfər qurbanı gətirəsiz. Oğladdan bir nəfər qurbanı eləyir. Yoxdur. Niyə bu işi gördülər? Poştu səhnəni istəməz eləyən. Sonra o da bir təfsirə maddə qoymuşlar. İndi ki, məsələn, növbət yetişdi, məsələn, mənə.
Cihətəm, oğlumu da qurban eləyəm. Orada bir dənə təfsiramatda qoymuşlar. Ki, sən eləyə bilərsən, oğlun yerinə pul verəsən, yəni botxaniyə. İndi baxıydılar tərəfin qanına, damarına qan alıydılar. Ki, Peyğəmbər İslamın atası bulan birindən oldu. Ki, gəldə qura çəkildilər oğladın içində. Məsələn, baxıydılar tərəfə, deyirlər ki, xob gün, yoxdur, sən oğlun neçəyə dəyər, sən nə qədər imkanatın vardır, neçənə qoyunun var? Xob, ya oğlun, bu da başını kəsəcək yox, öz əlinə kəsəcəksən, ya da ki, 10 dənə qoyunu verəcəksən. Əbdülmuttalibin oğlu Əbdullah Peyğəmbər İslamın atası bu qurbanələrdən biri idi. Ki, qərar oldu ki, oğlun qurbanı eləsin botxanədə. Elə ki, xob, eləyə bilərsən, müsalih eləyək. Nə eləyək? 100 dənə dəvə. Ki, Əbdülmuttalib 100 dənə dəvə verib botxaniyə, Peyğəmbər İslamın atasının nəzat veribdir. Tarixdədir. Botxanələrdə bu işlər görürdülər ha. Bəs bu qətili oğlad bildi xanədən xatirə, pula görədir. İndi də Əli həqiqdən öldürsün də, öldürsün, bu potpərəsti təbliğ olsun. Desin ki, botxanədə şəhid istəyəcək. Oyda yerində. Amma hədəf orada ölmək deyildi ki. Hədəf budur ki, bəlkə bu gəlsin sən Allah, mənim oğlumu öldürməyin orada. Özdə qızı yox, ömdə oğlan olmasa da qız. Ciddisin, mən hazıram, doğru nədarından geçəm, bir miqdar sərvətindən verəm. Nəzər, sərvəti kim alacaq? Botxanada yiyəcəklər, diqqət edin. Və kəzalikə zəyyənə lekəsirin minəl müşrikinə qətlə ovladihim şurakaum. Bunların şərihləri, yəni bunların böyükbaşları, o şəxsi ki, orada Allahlıq eliydi botxanədə, Allahın muadili tələqqi oluydu, fərman veriydi, mərdum ona itaət eliydi, ibadət eliydi, olmuşdu Allah. O, bunların oğlatlarının orada öldürmağın bunların nəzərində bəzənmişdi, demişdik, qəşə yaşıyorsunuz. Niyə? Leyurduhum. Hədəfləri buyurdu ki, bu rəsul-rəsanın bu mərdumu həlak eləsinlər, bədbəxt eləsinlər. Və liyəlbisu ələyhim dinəhum. Ta bunların dinlərin bunlara müştəbəh eləsinlər. Yəni, vaxt qurbanı verdilər, da adam o dindən müvazibət olar da. Onlar ki, bir dinin yolunda, vəl o dini xurafi, vəl o dini butpərəsti, oğladın verib, o dindən möhkəm müvazibət elə. Basar o dini canın ürəyinə. İndi gör, Hindistanda bu dinlərdə nə qəd var? Elə indisi cənə hökuməti Hindistan bu əslində edə bilməyib qabağını alsın. Aliman botxanəhay Hindistan nəzi təbliğ eləyiblər? Ki, əgər bir nəfər kişi öldü, xanımı diri qaldı, o kişinin ki, cənazəsini ota çəkirlər, xanım da diri-diricək orada yana. Elə indisi də yandırırlar. Utandıqlar, internetə baxın, utandıqlarından görsətmirlər bunları. Qədim. Göz cinayətə bax. Niyə bu işi görür? Ta o dinə qurbanı versin. Adam da bir xanavada, bir qəbilədə bir dinə, bir dini xurafiyə qurbanı versə, ondan möhkəm yapışa əl səhməz, ya aman dilə bu xurafat qalır, əl vurmur. Nə xurafatı? Biz buna can vermişik. Vəli yəlbəsu müştəbəh eləsinlər, libas giydirsinlər. Ələyhim dinəhum, bunların dinlərinə, xurafi dinlərinə. Vəlu şəallahu ma fəaluhu. Əgər Allah istəsəydi bulan qabağını ala bilərdi ha. Allah betori cəbrən bu da dayansaydı, bu qələt deyiləmir. Ola bilərdi, amma onda cin cəbri olardı. Allah bu işi bunlar əqli verib, huş verib, ənbiya göndərib. Ki, baba, qiyam eləyin, hərəkət eləyin. Nə? Oğladınızı qurban eləyirsiniz bu xurafatın qabağında. Amma tüm bunlar əqlilərini işlətmirlər. Ya Rasulallah, fəzzərhum, qut cəhənnəm olsunlar. Və ma yəftərun. Və bu xurafatları ki, iftira vururlar. Allahın nə ehtiyacı var? Allah harada dəstur verib ki, gətirin oğladınızı bu botların qabağında qurban eləyin. Bu münhəriflər, mərdumu münhərif elirlər. Mütəəssifanə, mərdum da fikr eləmirlər. Da mən sizi yormayayım. Hacı zəhmət çəkin, dua edin. Yuvanduz bəşləyin. Əssəlamu aleykum və rəhmətullah və bərəkatuhu.
Haza yuvatmış ama başlayayım beri sarayım. Dua buyurun. Bas yok orası. Hadi dua buyurun. وأنت المحمود بحق علي وأنت الأعلى بحق فاطمة الزهراء وأنت فاطر السماوات والأرض بحق الحسن وأنت المحسن بحق الحسين وأنت البديع الإحسان اللهم أنت درجات كل قارئ القرآن اللهم أنت درجات كل سامع القرآن اللهم تقبل منا ومن محترمين وتقبل من أستاذنا رحم الله من استمع دورا من يقرأ الفاتحة.